Bank of Baku velo yürüyüş təşkil edərək sağlam həyat, yaşıl gələcək mesajı verdi. Bank of Baku'nun 100-dən çox əməkdaşı bir araya gələrək sağlam həyat, yaşıl gələcək şüarı ilə pedallar çevirdi. Bankın təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən velo yürüyüş Səbail rayon ərazisində yerləşən veloparkda baş tutub. Yürüyüşün əsas məqsədi ekoloji nəqliyyat vasitəsi olan velosipeddən istifadəni təşviq etmək, bu addımın ətraf mühitə və sağlamlığa müsbət təsirini vurğulamaq, yaşıl ölkə və yaşıl dünya hədəfinə töhfə verməkdir. Tədbirdə birlik, həmrəylik kimi dəyərlərin önəmi də vurğulanıb. Velo yürüyüşdə Bank of Baku'nun və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbər şəxsləri iştirak ediblər. Bankın əməkdaşları 1 saat boyunca velopark marşrutu boyunca velosipedlə hərəkət edərək təbiət qoynunda aktiv istirahət imkanı əldə ediblər. Qeyd edək ki, Bank of Baku bundan öncə də yaşıl təşəbbüsləri çərçivəsində ağac əkmə aksiyaları, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi kimi ekoloji layihələr həyata keçirib.